Salam değerli YouTube izleyicilerimiz. Savalan yaşayış masivində magistral yolun tam kənarında həm evin, həm də torpağın kupçası olan 4 otaqlı, tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmazsa videomuzu sona qədər izləyin. Məlumatların hər birini videonun daxilində qeyd edirəm. Az öncə də qeyd elədiyim yol kənarıdır, düz qapıya qədər asfalt yoldur. Evin hər bir tərəfi yaşayış olan yerdir. 2 sot yarım torpaq sahəsində, yerdən də 10 daş kürsüdə tikilib. Evin padvalına 2 yerdən girişi var. Padvaldan keçid edərək otaqların hər birinin alt hissəsini rahat şəkildə gəzib baxa bilirsiniz. Həyətimiz də tam daşdır. Bir neçə maşın həyətə rahatlıqla daxil ola bilər. Böyük bir darvazası gördüyünüz kimi. İnanın ki, dəyərli izləyicilərim, bu evin yerləşdiyi yerdə hazırda boş torpaq yoxdur. Hər biri evlərdir. Keçək yavaş-yavaş evimizin içine. Çardağa da giriş var. Sənədimiz evin də torpağın da kupçasıdır. 130 kvadrat evin ümumi sahəsidir. Ev yenicə təmirdən çıxıb. Yaşayış da olunmuyor. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Bundan əmin ola bilərsiniz. Dəhliz sistemli evdir. Dəhlizə daxil olduqda solda gəlir belə bir geniş qonaq otağımız. Pəncərələri şəbəkə pəncərə. Kombi xətti çəkilib. Polları laminatdır. Bura isə mətbəximiz. Mətbəxdə də yerdə paltar yuyanın alt hissəsi üçün kafel hissəsi saxlanılır. Mətbəxdən də belə bir gözəl balkonumuza açılan qapısı. Bura kiçik bir dənə stol qoyub, səhər yeməklərinizi burada sərin havada yeyə bilərsiniz. Evimizin qiyməti 118.000 manatla satışa çıxıb. Real alıcılarda olsa, qiymətli endirim həmişə kimi ev sahibi tərəfindən olunur. Hamam sanitar qovşağın aksesuarları var, duş kabinasına qədər hamısı yığılıb. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hamısı var. 139 nömrəli marşrut evin 50-60 metr məsafəliyindən keçir. 128 sayılı orta məktəb evin yaxınlığındadır. Piyada gediş-gəliş mümkündür. Ümid edirəm ki, təqdim elədiyim məlumatlar sizi qane etdi. Evlə bağlı təqdimatımızla bağlı öz dəyərli fikrinizi rəylərdə bildirə bilərsiniz. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.